Gəncə şəhər baş polis idarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Müsəlman Birliyi adlı hərəkatın üzvlərinə dəstək verən şəhər sakini Mübariz İbrahimov tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APTV-yə verilən məlumata görə ona məxsus Vaz 2106 markalı avtomobilə baxış zamanı 4 ədəd RQD 5 qumbarası, 1 ədəd qoruyucu, 2 ədəd kitabça götürülüb. Noyabrın 30-da Gəncə şəhər baş polis idarəsinin əməkdaşları tərəfindən Müsəlman Birliyi adlı hərəkat üzvlərinə dəstək verən Ramiz Sarıyevin Yeni Gəncə qəsəbəsindəki evinə baxış zamanı 3 ədəd F1 qumbarası, 2 ədəd patron darağı, 67 ədəd müxtəlif çaplı patron, 1 ədəd planşet, 9 ədəd DVD disk, 2 ədəd dini ədəbiyyat və 2 ədəd kitabça aşkar edilərək götürülüb. Bundan başqa noyabrın 30-da Nizami rayon polis idarəsinin əməkdaşları tərəfindən Müsəlman Birliyi adlı hərəkatın üzvlərinə dəstək verən Rövşən Əsədovun və Anar Sultanovun Kəpəz rayon polis idarəsi əməkdaşları tərəfindən Müsəlman Birliyi adlı hərəkatın üzvlərinə dəstək verən Füzuli Abbasovun və Ramil Abbasovun evlərinə baxış zamanı silah, sursat və qadağan olunmuş dini ədəbiyyat aşkar edilərək götürülüb.